Salam əziz abituriyentlər. Sizlərlə kimya fənnindən əvvəlki illərin qəbul imtahanlarında istifadə olunmuş sual nümunələri ilə tanış olacağıq. Bugünkü sualımız məhlullarla bağlıdır. Həll olunma əmsalına aid olan sual tiplərindən biridir. 20 ml suda 5 qram X duzu həll edilir. Məhlulu 50 dərəcə Selsidə doymuş hala gətirmək üçün hansı təcrübələri ayrı-ayrılıqda aparmaq lazımdır? Biz bunu hesablamaq üçün həll olma əmsalından istifadə etməliyik. X duzunun həll olma əmsalının 400 qram bölünsün litr olduğu qrafikdə bizə verilir. Bunun üçün biz hesablamaları həm 20 ml suya görə, həm də 5 qram X duzuna görə ayrı-ayrılıqda aparmalıyıq. Və tənasüblərdən istifadə edəcəyik. Həll olma əmsalının mənasına görə, əgər bizim 1000 qram suyumuz olsaydı, burada məhlulu doymuş hala gətirmək üçün 400 qram X duzu lazım olduğunu görərik. Bizim 20 ml suyumuz olduğuna görə 20 ml su üçün lazım olan X duzunun kütləsini hesablamaq lazımdır. Əgər tənasübü həll etsək, X duzunun kütləsinin 8 qram olduğunu hesablamış oluruq. Və eyni təcrübəni X duzu ilə də aparmaq lazımdır. Yəni 1000 qram suya 400 qram duz lazımdır ki, məhlul doymuş hala gəlsin. Bəs 5 qram X duzu üçün nə qədər su lazımdır? Buradan tənasübü həll etsək, suyun 12,5 qram olduğunu görərik. Yəni 5 qram X duzu üçün 12,5 qram su lazımdır ki, məhlul doymuş hala gəlsin. İndi biz bəndlərimizə baxarıq. Birinci bənddə məhlula 3 qram X duzu əlavə etmək lazımdır deyir. Bəli, əgər biz məhlula 3 qram X duzu əlavə etsək, duzumuzun kütləsi 8 qram olacaq və 20 ml su üçün 8 qram X duzu onu doymuş hala gətirməyə kifayət edir. Deməli, cavabımızın biri birinci bənddir. Məhluldan 5 ml su buxarlandırmaq lazımdır. Biz əgər məhluldan 5 ml su buxarlandırsaq, 20 ml-dən 5 ml çıxsa, 15 ml su qalmış olur, amma bizə 12,5 qram su lazımdır. Yəni, məhluldan 5 ml yox, 7,5 ml suyun buxarlandırılması lazımdır. Ona görə ikinci bənd cavablar arasından çıxarılır. Məhlula 5 qram X duzu 5 ml su əlavə etsək. Bunun da həll olma əmsalının düsturuna əsasən hesablasaq, KH bərabər. Həll olan duzun kütləsi 5 qram var idi, 5 də üstünə gəlir, eləyir 10 qram. Suyumuz 20 var idi, üstünə də 5 gəldi, 25 ml. Bunu hesablayaq, görək, cavabımız 400 çıxırmı? Əgər 400 çıxsa, onda deməli, məhlul burada da doymuş hala gələcək və buradan hesablayırıq. Bəli. Cavabımız 400 qram bölünsün litr. Biz əgər məhlula 5 qram X duzu və 5 ml su əlavə etsək, həll olma əmsalı 400 qram bölünsün litr çıxır və məhlulumuz doymuş hala gəlir. Cavabımızın da biri 3-cü bənddir. Bu qədər uğurlar.